Salam, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük əziz tamaşaçılar. Bugünkü efirimizdə dini və fəlsəfi cəhətdən ölüm və əbədiyyət mövzusunu müzakirə edəcəyik. Həm söhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürovdur. Müşfiq müəllim, xoş gəlmisiniz. Xoş gördük. Müşfiq müəllim, bugün sizin də maraqlı bir mövzunu gündəmə gətiririk, müzakirə edirik. Bəlkə də müasir cəmiyyətdə insanların dilləndirmək istəmədikləri, eşitdikləri zaman qulaqlarını tutduqları, üz çevirdikləri bir mövzu. Bu mövzu ölüm haqqındadır və eyni zamanda buna alternativ olaraq, bundan qurtuluş olaraq əbədiyyət, insanların icad elədikləri. Ölümü hazır tapdıq, insan oğlu, bəşər ölümü qarşısında hazır gördü, amma əbədiyyəti buna bir cavab, bundan bir çıxış olaraq özü tapdı, özü kəşf elədi və ya özü buna inandı. Bu baxımdan mən əvvəl də istərdim ki, bu mövzuya bir dini fəlsəfi baxımdan bir giriş eləyək. Ümumiyyətlə, ölümün dindəki və fəlsəfədəki mənası nədir? İnsan üçün əhəmiyyəti nədir? İnsan üçün daşıdığı funksiya nədən ibarətdir? Əvvəlcə istərdim ki, ümumi olaraq buradan bir giriş eləyək mövzuya. Ölüm filosofların ən çox düşündüyü mövzudur. Qədim Latınlarda belə bir söz vardı, bilirsiniz, memento mori, ölümü xatırla, ya ölümlü olduğunu xatırla. Deyir, o qələbə qazanıb gələn imperatorlar və generalların başı üstündə taş tutarmış, o kölə onu deyərmiş ki, ölümlü olduğu xatırla və divarlara falan da yazardılar. Demək, qədim Latınlar başa düşürdülər ki, bu ölümü xatırlama adamı transformasiya edə bilər, adamı ayarlarını doğru qaytara bilər, yoxsa insan azır. Özəlliklə də böyük bir qələbədən sonra, çox böyük bir qüdrətə malik olandan sonra insan ölümlü olduğunu unudan kimi axmaqlaya bilir. Ona görə ölümün xatırlanması, onun dirilməsi hardasa, özünə qayıtması, adekvat olmasını təmin edirdi. Biz baxsaq, Quranda da əslində ölüm çox zikr edir. Bəziləri, məsələn, kənardan baxanlar elə bilir ki, çox belə qaramat bir kitabdır, daima ölümü xatırladır. Əslində, ölümü xatırlatmaq həmin həyatdan danışmaqdır. Məsələn, mənim yadıma düşdü, Rabindranath Tagore deyir ki, həyat pulunun arxasında ölüm damğası vardı. Məhz o damğaya görə biz həyatımız bahasına dəyərli bir şeylər ala bilirik. Əgər biz öləri olmasaydıq, bizim həyatımızın mənası olmazdı. Biz bilməzdik həyatımızı nəyə həsr edirik, nəyə xərcləyirik. Və əsrlərlə bu bəşəriyyət ölümsüzlüyə can atıb, əbədiyyətə can atıb. Məsələn, qədim Yunan mifologiyasında biz görürük ki, məsələn, Axilles adında bir qəhrəman var idi. Onun həyatının motivasiyası nə idi? Bir çox adamlar yığılmışdı o Troya şəhərini almağa. Hərəsinin bir motivasiyası vardı. Agamemnonun hakimiyyət motivasiyası var idi. Ondan sonra Menelayın qisas motivasiyası var idi. Hektor şəhərini qoruyurdu o davada. Priam da həmçinin çalışırdı dövlətini qorusun. Amma Axillesin bir amalı var idi. Adını əbədiyyətə yazsın. Elə bir qəhrəmanlıq eləsin ki, dünya durduqca onu xatırlasınlar. Burada da bir qəribə bir yaxınlaşma var. Axilles bilir ki, ölüm var. Hərçənd ki, onu ölümsüzləşdirmək üçün anası salmışdı biz çayın içinə, dabanından tutub. Bircə dabanı zəif idi onun, sonra Paris onu elə dabanından da vuracaq. Sanki ölümsüzləşmişdi. Amma o da bilirdi ki, ölüm var və adını əbədiyyətə yazmaq üçün qeyri-adi bir qəhrəmanlıq eləmək istəyirdi. Bu Yunan fəlsəfəsində, sonra oradan qərbə keçdi, çox önəmli bir şey. Napoleonları yaradan həmən o Axilles ehtirasıdır. Məsələn, Napoleonun qəlbindəki ehtiras o idi ki, mən adımı əbədiyyətə yazsın, qeyri-adi bir şey eləyim. Sonra məsələn, çıxdılar buradan incəsənətə, ədəbiyyata, əslində bu intibah dövrü rəssamları da adlarını əbədiyyətə yazmaq üçün gözəlliklərin o cür təsvirinə can atırdılar, o incəsənətdə irəliləməyə can atırdılar. İndiki bu Nobel mükafatları, Oskarlar, bu hamısı müasir dünyanın əbədiyyət həsrətidir, şöhrət həsrətidir.
and olsun günəşə və onun saçdığı şəfəqə, and olsun ondan sonra zühur edən aya, and olsun günəşi açıqlığa çıxardan gündüzə, and olsun günəşi bürüyən gecəyə, and olsun göyə və onu qurana, and olsun yerə və onu döşəyənə, and olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə, nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. Mən İslam böyüklərindən birinin bir rəvayətini xatırlayıram. Xəlifələrdən biri bir nəfəri tutur, işçi kimi və ona hər gün müəyyən bir məvacib verir. Deyir ki, hər gün gələcəksən və bircə kəlmə sənin işin bu olacaq ki, qapıdan daxil olub, ey filan kəs, ölüm var. Harun Ər-Rəşid üçün deyirlər bunu. Bəli, ola bilər, müxtəlif adlar çəkilir. Ölüm var deyib gedəcəksən. Və illərlə bu davam edilir, öz şəxsi vəsaitindən ona bu maaşı verir. Və bir gün, bir sabah yenə həmin şəxs gəlib ona bunu xatırladanda son olaraq ona ödənişini verir, deyir artıq gəlmə. Adam soruşur, nə oldu sən ölümü xatırlamaqdan vaz keçdin? Maaşımı niyə kəsirsən? Maaşımı niyə kəsirsən? Ölümü unuttun mu yoxsa? Ölümü artıq xatırlamaq sənə mənalı gəlmirmi? Xəlifə cavab verir ki, mən bu sabah aynaya baxarkən saçımda ağ bir tük gördüm və artıq mənə ölümü xatırladacaq bir şey var. Bu baxımdan ölümü xatırlamaq insanı motive edən, yönləndirən bir cəhətdir. Peyğəmbərin hədislərində ölmədən əvvəl ölün deyə qeydlər var. Yəni bir baxıma insanı bax bu şəkildə diri tutmağa çalışır. Mən növbəti sualımı bu şəkildə vermək istəyərdim ki, ölümlə barışıq olmaq mümkündürmü? Əslində insanın yetkinliyi budur. İnsan o dərəcədə yetkindir ki, nə qədər ki, ölümü özünə yaxın buraxıbdır. İnsan o qədər kaldır, nə qədər ki, ölümü özündən uzaq tutur. Və çox böyük bir müqavimət var insan psixologiyasında ölümü yaxınlaşdırmaqla bağlı. Heç boynumuzu almaq istəmirik. Yaşımızı boynumuza almırıq, əslində ölümü boynumuza almaq istəmirik. Və böyük bir mücadilə var indi bilirsiniz, həmişə olduğu kimi, indi biraz da artıb, çünki texnologiya dünyasındayıq biz. Bu plastik cərrahiyyənin inkişafı elə belə olmadı. İnsanlar qocalmaq istəmirlər. Mən köhnə fotoğraflara baxıram, görmək olur ki, 50-ci illərdə 20 yaşlı adam belə daha yaşlı görünürdü, nəinki indi. 40 yaşında, 50 yaşında adam belə daha yaşlı görünürdü. İndi 50 yaşında adam 30 yaşlarını xatırladır. Çünki o özünə izin vermir qocalmağa. Zəmanə dəyişdi. Qocalıq əslində repressiya olunur. Bu ayrı bir məsələ ki, qocalar indi artıq insanların həyatından da çıxır. Ayrıca, məsələn, Qərbdə baxsaq, qocalar evi çox populyar oldu. Ailələr də nuklear olur. Uşaqlar demək olar ki, baba, nənə görmürlər. Ancaq ata-ana və uşaq ailə tipi vardır, o da əgər varsa. Və yaşlıların həyatımızda ağsaqqalların iştirakı yoxdur. Ağsaqqalsa ölümü təmsil edir. Bizdə məsələn gəlirlər Azərbaycana, hələ heyrət edirlər ki, sizdə metroda, avtobusda ağsaqqallara yer verirlər. Ağsaqqala yer vermək ölümə hörmət əlamətidir. Ölümə bir salam vermək deməkdir. Və bu mədəniyyətin içərisində olduğu dərəcədə o mədəniyyət daha sağlam olur. Biz isə indi yaşayırıq özümüzün virtual mağaralarımızda, oradan bayıra da çıxmırıq, dünyanı da görmürük, sərhəddimizə də zikr eləmirik. Bir açımdan ölüm həm də bizim sərhəddimizdir. İnsan sərhəddinə zikr eləyəndə, yenə də onun adekvatlığı artır. Yəni, azı məsələn baxır ki, o harada bitir də, bitəcəyi yerinə baxanda onun adekvatlığı artır, hərəkətləri daha anlamlı olur. Məsələn, tutalım ki, nəsə bir şey eləyəcək, fikirləşir onu ölümün fonunda. Mən öləcəm. Mən bu şeyi eləyəcəm, bunun bir dəyər kəsb edirmi? Məsələn, Axilles də çalışırdı elə bir şey eləsin ki, ölümün qarşılığında dəyər kəsb eləsin. Ölümlə birlikdə ölməsin bu işdə. Bəzi adamlar çox dərinləşəndə fərqinə varırlar ki, ölümün yanında sönməyəcək bir şey varsa, o da insanlıqdır.
o da mənəviyyatdır, o da xeyirxahlıqdır. Balaca bir xeyir əməl çıraq kimi yanacaq, günəş kimi və heç sönməyəcək ölümün qaranlığı qarşısında. Bunu dərk eləyəndən sonra insan həyatında mənəviyyat başlayır. Əslində bir mənəvi intibahı tətikləyən bir məqamdır həm də ki, bu ölümün zikri və insanlar bunu özlərindən uzaq tutarlar indi. Ölüm deyəndə qulaqlara qurğuşun deyirlər, nə bilim, xatırlamaginan, gələr. Amma məsələn, bilirsiniz ki, sufilər bəziləri gedib qəbir qazırdılar, gündə 5-6 saat uzanırdılar o qəbrin içində ki, ölümü yaxınlaşdıra bilsinlər özlərinə. Xatırlasınlar. Çünki qaçır adamdan. Adam özü də qaçır ondan. Burada görəsən müasir cəmiyyətin, müasir anlayışın, bəlkə də kapitalizmin təsirlərindən danışmaq olarmış müəllim. Yəni insanları sanki siz əbədi yaşayacaqsınız. İstismar İstehlak alışqanlıqlarını artırmaq. Bəzən ölümü xatırlayan insan, düşünən insan başlayacaq özü haqqında düşünməyə, özünü inkişaf elətdirməyə, dediyiniz kimi xeyirxah işlər görməyə, insanlara faydalı olmağa, bu dünyada iz qoymağa, buna çalışacaq. Ölümü xatırlamayan insan mütəmadiən istehlak etməyə çalışacaq. Bu dünyadan daha çox yapışacaq, bu dünyanın nemətlərindən daha çox əldə eləməyə çalışacaq. Bir baxıma kapitalizm də sizcə bunu tətikləmirmi, bu insanın bu duyğusunu? Kapitalizm də, həmişə də cəmiyyətdə bir iblisanə bir şey var da, xətt var həmişə cəmiyyətdə. Bir Allahın xətti var, cəmiyyətdə bir şeytanın xətti var. Və o xətt də həmişə var. Bunların dialektikası bizim həyatımızdır da sonuçta. Və o xətt də çalışır ki, insanları zəif salsın, istismar eləsin. Ölümü xatırlamamaq fəlsəfəsi, tendensiyası insanları gücsüz buraxmaq üçündür. Çünki insan ölümü dərk eləyəndə, məsələn, Harriet Beecher Stowe'un bir Tom Dayının Koması romanı var. Orada quldarlıqdan, Amerikadakı olan quldarlıqdan həsr olunur. Bir ağdərli qız qaçır orada plantasiyadan və onun bir qara dərli Tom dostu olur, Tom dayı. Onu tutub döyürlər ki, desin qızın yerini. O da deyir ki, sizin dəyənəkləriniz ancaq mənim bədənimə çatır. Siz mənim ürəyimə toxuna bilməzsiniz. İnsanın ölümdən güclü olması məqamı. Yəni, bu adamlar nə edə bilərlər sənə? Uzaqbaşı səni öldürə bilərlər də. Amma sən ölümdən güclü bir məqam tanıyırsansa, ölümü dərk eləmisənsə, səninlə manipulyasiya eləyə bilməyəcəklər. Ona görə ölümün dərki, ölümü özünə yaxınlaşdırmaq adamı azad edir. Azad adamların sayı ona görə azdır. Biz indi sanki köləlik dövründə yaşamırıq da, köləlik tarixin arxa səhifələrində qaldı. Amma bir mənada insanlar indi az kölə deyirlər. Dediyiniz kimi istehlakçılığın köləsidirlər, ondan sonra arzularının köləsidirlər, ölüm qorxusunun köləsidirlər. Amma qədimdə adamlar ölümə zikr eləməklə o azadlığı əldə edirdilər. Çünki yalnız ölümlə barışaraq, ölümə yaxınlaşaraq, ölümü qəbul eləyən adam artıq manipulyasiyanın fövqündədir. Sən ona nə edə bilərsən? O bilir ki, o öləcək onsuz da. Ya tez, ya gec. Sən ona əbədiyyət bəxş eləyə bilməzsən. Onun bu barədə heç bir illüziyası yoxdur. O səndən heç də istəmir. Məsələn, məşhur bir söhbətdir. Diogen bir dəfə dəniz qırağında özünü günə verirmiş. Makedoniyalı İskəndər səhabələri ilə gəlir onun yanına. Deyir ki, filosof yerindən qalxmır. Ona da çox xoş gəlir. Aristotelin tələbəsi idi, çox ağıllı imperator idi. Deyir, mən bu böyük filosof üçün nə edə bilərəm? O da belə baxır ona, deyir, biraz belə çəkil. Günün qabağını tutursan. Kölgə etmə bəsdir. Bu Diogenin gücü hardandır? Məsələn, ətrafındakılar gülürlər bu Diogenə ki, buna bax, cındırından cin ürkür, imperatorla danışmağına bax. Aleksandr Makedonski isə dönüb deyir ki, səsinizi kəsin. Mən Aleksandr olmasaydım, Diogen olmaq istəyərdim. O başa düşür ki, o da bir imperatorluqdur. Ölümünü dərk eləmiş, özünə qalib gəlmiş, heç bir şey istəməyən adam öz taxtında oturmuş bir imperatordur. Çox azad bir insandır. Bu dəyərlər indi də aktualdır. Bu sadəcə bunları söyləmək lazımdır.
mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun axşam çağına, həqiqətən insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. Peyğəmbərin hədislərində də buna bənzər bir şey var. Sizdən hər hansı birinin deyir həyatı uzun yol gedən bir insanın dünya həyatından danışır. Uzun yol gedən bir insanın atını saxlayıb bir ağacın altında 5-10 dəqiqə istirahət etməsi kimidir. Yəni əsl həyat sonsuzdur, davam edir. Sizcə bu insanın psixoloji dünyasına, mənəvi dünyasına, bax bu axirət şuuru, ölümdən sonraki həyat şuuru necə təsir edir? Təbii ki, din çox şaxəlidir. Biz bayaqdan yalnız bir aspektini danışırdıq ölümün. Ölümün digər aspekti də var ki, o həyatın, sənə verilmiş bir həyatın sonudur və bu həyat nə üçün verildi artıq onu düşünürsən ki, və bütün dini kitablar əslində burada eyni nöqtədən çıxış edirlər. İstər hinduizm olsun, istər semit dinlər olsun ki, bu həyat Allahın lütfünü qazanmaq üçün bir yerdir. Burada dəyərlər, həqiqi dəyərlər gizlənmiş bir vəziyyətdədir, aşkar deyil. Burada sən çaba xərcləməlisən o dəyərləri tapmaq, o dəyərləri müdafiə eləmək, o dəyərləri özündə böyütmək üçün. Və əgər sən burada həqiqəti dərk eləyərsənsə, qüsursuz şəkildə, o zaman sənin axirətin təmin olunmuş olur. Yəni, orada cəhənnəmə düşməyəcəksən, cənnətə düşəcəksən. Bu açıdan məsələn Hind dinlərində biraz fərq var ki, orada reinkarnasiya məsələsi var, təkrar yerindən doğulma. Yəni həm cəhənnəmə düşürlər, sonra bir də qayıdırlar yer üzünə. Amma ümumi konsepsiya budur ki, sənin burada elədiklərin sənin axirətdəki həyatını təmin eləyir və Quranda dəfələrlə var ki, bura gələndə deyəcəklər ki, qaytar bizi bir özümüz üçün xeyir işlər görək. Yəni oradan görünən gerçəkliyi Allah bizə, axirətdən görünən gerçəkliyi dəfələrlə bizə deməyə çalışır. Ki, bax, siz görmürsünüz də, bu dünyanın şərtləri ilə məhdudlaşıb qavrayışınız. Məsələn, bilmirsiniz ki, valideyn haqqı çox möhkəm bir haqqdır. Orada o görünməyə bilər sizə. Baxırsınız ki, qeyri-kamil valideynlərimiz var, qüsurludular, düşürsünüz üstlərinə, azarlayırsınız, danlayırsınız, itəliyirsiniz. Amma bax, o biri dünyadan görünəndə bu çox böyük bir qəbahətdir. Çox böyük bir qəbahətdir malik olduqlarından paylaşmamaq. Çox böyük bir qəbahətdir acları doyuzdurmamaq. Hər bir insan belə baxanda ədalətsizlik ona toxununca başlayır şivən qoparmağa ki, bəs, amma sən özün dünyanın ədalətli olması üçün nə edirsən? Nə payın var sənin burada? Allah sənə şans yaradıb, sən də dünyanı gözəlləşdirməkdə, ədalətli eləməkdə iştirak eləyəsən. Sən zaten özün elədikləri və şahidsən. Sən niyə bir şey eləmirsən? Deyir, lazım olsa Allah eləyər də, mən niyə eləyim də bunu? Axirətdən bu çox böyük bir axmaqlıq kimi görünür. Bu maraqlı, eyni zamanda əvvəldə də qeyd etdiyim kimi çox dilə gətirilməyən, çox danışılmayan, amma həyatın ayrılmaz bir hissəsi olan bu mövzunu bizimlə müzakirə etdiyiniz üçün, gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Sağ olun, Köksal mən. Əziz tamaşaçılar, bununla da efirimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.